Xoş gördük əziz dinləyicilər. Deməli, Ukraynanın Rusiyada apardığı unikal əməliyyat, o Murmanskda, o 41 böyük strateji təyyarələrin vurulması, A-50'lərin vurulmasından sonra əlbəttə ki, bu qəhrəman ordu dayanmadı. Bununla bərabər həm də çoxdan gözlənilən Krım körpüsünün məhv edilməsinin videoları yayılmış oldu. Bəzi insanlar sual verirlər və həqiqətən də bəzi insanlarda da qəribə yaranır ki, bu körpü necə vurulur, körpü yoxdurmu, yox, körpü yerindədir. Bu günləri mən sizə yuxarıda paylaşacağım və bunu Ukrayna xüsusi xidmət orqanları 1400 kiloqramlıq trotillə məhz sıvaylara, yəni yerin altına, yəni körpünün özəyində partlatması nəticəsində körpü yararsız hala düşüb. Yəni körpü dağılmayıb, sadəcə olaraq artıq üstündən keçmək mümkün deyil. Yararsızdır çünki hər an uça bilər. Bu da həqiqətən Ukraynanın, mən demişdim ki, Ukrayna xüsusi xidmət orqanları o deməkdir ki, artıq hər yerdə fəaliyyət göstərə bilirlər, artıq istənilən yerdə düşmənə ağır zərbə vura bilirlər və Rusiyanı elə bir mat vəziyyətinə salıblar ki, həqiqətən bu günlər Rusiya Ukraynaya cavab verə bilmir. Və növbəti Ramştaynda da yenidən Ukraynaya 8 milyard ayrılması bütün Avropanı, Kanadanı və bu Ramştayn ölkələrini biraz da riqqətə gətirib və deyərdim ki, artıq Ukraynaya yardımlar arda-arda gəlir. Çünki istənilən uğur müharibənin udulmasından, Rusiyanın zəifləməsinin anonsu deməkdir. Və bu mənada düşünürəm ki, artıq Amerikada da vəziyyət dəyişməkdədir. Senatorlar da artıq təngə gəliblər və onların da Amerikadan da gələcək təzyiq, Rusiyaya təzyiq demək olar ki, Rusiyanın işini daha tez bitməsinə və onun rüsvayçı məğlub olmasına gətirib çıxardarlar. Təşəkkür edirəm diqqətinizə görə.